bizə atır, ora atır, nə bilim, ərəb ölkələrinə atır. Hətta yenə deyirəm, məsələn, İsraili vurur, İsrailin elə yerini vura bilər ki, orada hərbçilər olar. Ora atmır. İsrailin cənubunda ancaq şeylərin yaşadığı şəhəri atır. Nədir bu? Ortodoks. Onlara Haredi Yahudiləri deyirlər, Haredi Yahudiləri nədir? Bunlar ancaq ibadətlə məşğul olur. Bizim o sufilər var, başlarının belə-belə tərpədə ibadət edirlər. Bunlar da Yahudilərin sufiləridir. Ancaq ibadətlə məşğul olurlar. Başqa iş saçlarını da belə uzadırlar. Qadınları belə, nə bilim, bizim bu müsəlmanlardan hətta daha uzun geyinirlər. Və belə deyək. Bunları sən niyə vurursan? Adamlar hərbə getməmək uğrunda, əskəriyə getməmək uğrunda mübarizə aparırlar. Yenə deyirəm, Fələstinin bayraqlarını qaldırırlar hər gün. Hər gün şeydə də yaşayırlar onlardan bəziləri Qüdsdə. Qüdsdə onların məhəllələrinə girəndə Fələstinin bayraqları var orada. Fələstin bayraqlarını asırlar. Onlar niyə vurursan? Burada məqsəd deməli nədir? İranın içərisində bunu özləri də etiraf edir. İranın içərisində o Mossad çox dəhşət bir yer salıbdır. Yəni dəfələrlə məsələ onların liderlərini öldürənlər kim olubdur? Onların koordinatlarını verən kim olubdur? Onları satan, onları belə deyək, o işarə verən, navotka verən kimlər olubdur? Həmən o Mossadın içərisində və yaxud hakimiyyət o şeylərinin, orqanların içərisindəki Mossad agentləri olubdur. Hamısını bir-bir qırıb. İndi də özləri etiraf edirlər ki, biz də məcbur olduq öz əskərlərimizi, öz rəhbərlərimizi, öz zabitlərimizi və generallarımızı itirəndən sonra o şeylərə, nədir bu, o ordunu 8 yerə böldük, 8 komandanlığa. Dedik ki, öz başımızın çarəsinə baxın. Özünüz bilərsiniz, yəni hara atacaqsınız, hara atmayacaq, özünüz qərar verin. Çünki mərkəzi hakimiyyət artıq yoxdur. Yəni, bu vəziyyətə düşüb İran. Ona görə biri bizə Naxçıvana, nə bilim, dron atır, biri Türkiyə dron atır. Məqsədləri də nədir, Ləman xanım? Bunlar Mossadın agentləridir, ora rəhbərliyi. Məqsəd odur ki, Azərbaycan da Türkiyədə girsin şeyə. Müharibəyə. Hətta Türkiyənin girməsini nəyə dəyişə bilər? Məsələ deyək, indi Azərbaycanı qoyaq bir qırağa. Türkiyə o dövlətdir ki, NATO-nun üzvüdür. Türkiyədə hətta NATO ölkələri baskı eləyir, Amerika. Baskı eləyir ki, təzyiq eləyir ki, sən bizi belə özünü müdafiəyə salır. Müdafiəyə salırsa Türkiyə müzakirə gedəcəkdir, yəni NATO-nun 5-ci nizamnaməsinin 5-ci maddəsinin həyata keçirmək üçün. Orada da nə yazılır? Bizim hamımız bir nəfər üçünük, bir nəfər də hamımız üçündür. Və nə olacaq? Hamı artıq gələcək səndən vuruşacaq. Onsuz da sənin başın qalmaqaldadır. Niyə bu boyda özünə düşmən yaradırsan? Deməli, məqsəd nədir? Məqsəd onun içərisindəki o qüvvələr vardır ki, bunların içərisində Kürd separatizmi də var, separatçılar da var. Xüsusilə Naxçıvana o atəşi açanlar, o Kürdlərin əsasən yaşadığı və yaxud orada əslində Kürdlər də yaşamır, yəni Kürdləri ora gətirib İranı özü yerləşdirib. Oradakı o Kürd separatçılarının o gətirib orada yerləşdirilən adamlarıdırlar. Bizə atəş açırlar ki, Türkiyəni bu oyuna soxsunlar, Azərbaycanı bu oyuna soxsunlar. Türkiyəni, Azərbaycanı bu oyuna soxanda nə olur? Onda istər-istəməz NATO-da qoşulur, onda istər-istəməz İran parçalana bilər. İran parçalanda Kürd separatçılar da oradan nəsə qoparsınlar. Bunu nə Azərbaycan istəyir? Ləman xanım, nə də Türkiyə istəyir? Türkiyə ona görə istəmir ki, Türkiyənin problemləri var. Məsələn, Türkiyə onda həmən... Hətta belə deyirlər, İran parçalanırsa, ardınca Türkiyə də parçalanacaq. Belə fikirlər var. Elə fikirlər var, amma İran parçalanır da, biz İranı saxlaya bilmərik ki, özləri parçalayırlar. Amma o parçalanda nə olacaq? Kürd problemi çıxacaq, o həm İraqı, həm Suriyanı, indi Suriyada o Türkiyə o məsələni həll elədi, İraqı və Türkiyəni də ciddi şəkildə təsir göstərə bilər. Türkiyə ona görə ehtiyat eləyir, bəzi məqamlarda təmkin nümayiş elətdirir, amma son zamanlar Türkiyə rəsmilərinin verdiyi bəyanatlardan da aydın olur ki, onlar da uzun müddət səbr eləmək,
və yaxud təmkinlə məsələlərə yanaşmaq fikrində deyirlər. Mən açığı biraz bundan çəkinirəm. Bunun çox ciddi bir nəticələri olacaq və bu nəticələrin olmaması üçün də İran ağlını başına yığıb, ağıllı hərəkətlər eləməlidir.